Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, yeni satışa çıxan mənzildən hamınızı salamlayıram. Bu günləri Yasamal rayonu Həsənbəy Zərdabi prospektində Dövlət Sosial Müdafiə Fondunun yanındayıq. Burada sizlərə qanuni 3 otaq, 130 kvadrat müsahəsi olan kubçalı bir mənzili təqdim edəcəm. Videodan göründüyü kimi hal-hazırda mənzilin qonaq otağı hissəsindəyik. Kifayət qədər geniş qonaq otağımız var, kvadrat ölçüyə malikdir. Mənzilimiz işıqlı, gün düşən, əla proyektdə olan bir mənzildir. Qonaq otağını gördünüz. Burada mənzilin giriş qapısı yerləşir. Giriş qapıdan daxil olduqda sol tərəfdə belə bir qardirob şkafı yığılmış vəziyyətdədir, qalacaq. Sol tərəfdə sanitar qovşağı, yataq otaqları, burada qonaq otağı və bu hissədə isə mənzilin mətbəx hissəsi yerləşir. Sağ tərəfdə isə qardirob hissə yerləşməkdədir. Mətbəx hissəni görürsünüz. Mətbəx mebelimiz də quraşdırılmış şəkildədir. Kifayət qədər genişdir. Qarşısı açıqdır. Qarşısını heç bir maneə kəsmir. Mətbəxdən eyvana çıxışımız da mümkündür. Mətbəx, dəhliz və sanitar qovşaqlarının döşəməsi metlaq və isti döşəmədən ibarətdir. Mənzilimiz, yəni gir-yaşa bir mənzildir, təmirli bir mənzildir. Burada mənzilin kladovka hissəsi yerləşir. Gördüyünüz kimi içi genişdir. Buradan daxil olaq mənzilin birinci yataq otağına. Göstərim sizlərə. Burada yerləşir. Gördüyünüz kimi bu formadadır. Kifayət qədər genişdir. Otaqların döşəməsi parketdəndir. Bütün otaqların giriş hissəsi dəhliz hissədəndir. Qanuni 3 otaq 130 kvadrat ümumi sahədən ibarətdir. Mənzilimiz bu otaqdan belə bir yer düzəldilib, keçid var. Əslində bura eyvan olub, sadəcə eyvan bağlanılaraq belə bir hissə düzəldilib burada. Gördüyünüz kimi 10 mərtəbəli yeni tikili qazlı kubçalı binanın 9-cu mərtəbəsində yerləşir. Dövlət Sosial Müdafiə Fondunun Şəfa Klinikasının və Bakı Biznes Universitetinin tam yaxınlığında yerləşir. Burada mənzilin sanitar qovşağı yerləşir. Lazım olan bütün hamam tualet aksesuarları ilə təmin olunmuş şəkildədir. Və son olaraqsa burada mənzilin ikinci yataq otağı, ümumilikdə isə 3-cü otağı yerləşir. Gördüyünüz kimi bu formadadır və içi genişdir. Mənzil haqqında ümumi məlumat verim və qiymət haqqında da məlumat verim sizlərə. Mənzilimiz yerləşir Yasamal rayonu Həsənbəy Zərdabi prospektində Dövlət Sosial Müdafiə Fondunun tam yanında 10 mərtəbəli yeni tikili qazlı kubçalı binanın 9-cu mərtəbəsində qanuni 3 otaq 130 kvadrat ümumi sahədən ibarətdir. Sənədlər qaydasındadır. İstilik sistemi kombidir. Mənzildə gördüyünüz əşyaların bir çox qismi qalacaq. Sadəcə bəzi əşyalar var ki, onlar götürüləcək. Mənzilin qiyməti 265 min manat təyin olunub. Real alıcı ilə mənzilə baxdıqdan sonra razılaşmaq olacaqdır. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.